Öyrənənlər deyirlər ki, orada təbiət o qədər gözəldir hal-hazırda, o qədər inkişaf eləyib, insan yox. İnsan yoxdur, bəli. Pandemiya dövrünə qayıdaq. Daşların içindən belə çiçəklər çıxmışdı. Ay sağ ol. Pandemiya dövründə insan yox idi təbiətdə. Nə baş verdi? Təbiət əməlli başlı təmizləndi. Çaylar təmizləndi, göllər təmizləndi, hava təmizləndi. Və insan birdən-birə deyir ki, bütün kainat mənə xidmət eləyir. Kainat xidmət eləmir. İnsan o kainata müdaxilə eləyə bilir və müdaxilə eləyəndə özünü mütləq hakim görür və başlayır sağa-sola dağıtmağa. Başa düşmür ki, o kainatın bir zərrəsi də budur. Qoşul o kainatın o enerji sirkulyasiyasına qoşul, dağıtma, bloklama. Sufilərin axışda ol misalı budurmu? Yəni həmin o insanın da o digər kainatda var olanla birlikdə bir axışda. Məhz o deyir dənizin nə olduğunu bilmək üçün dənizdə boğulmaq lazımdır. Səhv eləmirəmsə Mövlanadadır bu. Yəni bir şeyin nə olduğunu anlamaq üçün onun özünə çevrilmək lazımdır. Baxın, insan bir şeyi yaratmaq üçün, məsələn, yaxşı usta ağacdan adi bir masa düzəldir. Öncə o ağacın özünü öyrənir, materialın özünü öyrənir. Bu materialdan nə düzəltmək olar? Yaxşı usta baxır ki, yox, bundan masa yox. Bundan, məsələn, qəşəng bir dolab düzəltmək olar. Mərmərə baxan kimsə baxır, deyir, bundan yaxşı başdaş olar, o biri deyir, yox, bundan kuxna mebel olar. Bir başqası o mebeldə, məsələn, bir dəfə Camilla Claudel haqqında bir filmə baxırdım. Onu yoxlamaq üçün çox belə deyim, zərif bir mərmər verirlər Camilla Claudelə, heykəltaraş olub. Rodin onu yoxlamaq üçün belə deyək, tez sınan bir mərmər verir ona. Onun şəhərdə soruşur ki, niyə onu verdin? Axı gedib qıracaq onu. Deyir, bilirəm, onsuz da qıracaq, çünki o incə bir mərmərdir. Yanlış vuran kimi oxalanır. Və gedir onu bir həftəyə falan. Camilla Claudel gəlir, çıxardır həmin mərmərdən topuqdan aşağı bir kişi ayağı düzəldib. O qədər təbii bir ayaq düzəldib. Heykəltaraşlar təəccüb qalır, deyir, bu nədir? Deyir, heykələ baxdım, bunu gördüm. Bundan ancaq bu düzələ bilərdi. Başqa nə eləsəm o sına bilərdi, oxalana bilərdi. Yəni, materiala baxıb onun mahiyyətinə, onun strukturuna girmək lazımdır ki, o struktur nəyə dəyişə bilər? Nə ola bilər bundan? Yoxsa mən kənardan baxdım, yəni bu elə ağac deyib çinardımı, bu palıtdımı, bu dəmir ağacdımı, yoxsa elə fanerkadımı, süni bir şeydimi, bunu üst-üstə düzəldib, bir fanerka düzəldiblər. Bu nəysə, yəni usta bunu görməyi, onun daxili strukturunu, Mövlana bunu deyib, ləpələrə qoşulub boğulmaq lazımdır. İndi onun da müasir dövrünün desək, o materialın strukturunun içinə girib, onu görmək lazımdır ki, bu struktur səndən nə istəyir? Michelangelo səhv eləmirəmsə deyirdi ki, mən heykələ baxıram, heç nə eləmirəm. Sadəcə artıq detalları götürürəm, içindəki o gizli fiquru üzə çıxardıram. Təsəvvürünüzə gətirirsinizmi? Girəsən o mərmərin içindəki o gizli fiquru görməyi bacarmaq lazımdır. Onun üçün nə lazımdır Könül xanım? Bax, tam da məqamıdır. Yəni, mən bir iş görmək istəyirəm. Tutaq ki, mən jurnalistəm, bir layihə işləmək istəyirəm. Doğrunu, orada cəmiyyətə faydalı ola biləcək bir mövzunu, qonağı, layihəni seçə bilməyim üçün mənim jurnalistikanı çox yaxşı bilməyim mi lazımdır? Cəmiyyəti yaxşı müşahidə etməyim mi lazımdır? Yəni, ixtisaslar üzərindən, insan üzərindən bunu ələ alsaq, necə o doğru qızıl ortanı tapmaq lazımdır? Ən birinci şərt çox oxumaq. İkinci vacib şərt oxuduqlarını dərk eləmək. Üçüncü vacib şərt dərk elədiklərindən düzgün nəticə çıxartmaq. Bilirsinizmi, siz özünüzü də dərk eləməlisiniz. Öz potensialınızı tanımalısınız. Mən nəyə qadirəm? Siz özünüzü nə qədər yaxşı tanısanız, nəyə qadir olduğunuzu, gücünüzün nəyə çatdığını bilsəniz, biləcəksiniz ki, o, məsələn, heykəltaraş olar sizdən yoxsa yox. Mən bilirəm ki, məsələn, nə qədər də xoşum gəlsə rəsm çəkməkdə, məndən rəssam olmaz. Nə qədər musiqini sevsəm də mən bəstəkar da olmadım. Mən heç alim də olmadım. Çünki riyaziyyatdan düzəməlli bir hesablaya bilmirəm. Yəni, mən özümü tanıyıram, bilirəm mən nəyə qadirəm, mənim bacarığım nəyə çatır. Bu bir. İkincisi,
Mən özümü tanıyandan sonra mən öz istiqamətimi belirləyirəm. Mən öyrəndim ki, məsələn, bir vaxtlar mən fəlsəfəyə getmək istəyirəm. Mən sufizmi öyrənmək istəyirəm. Və başladım o sufizmdə ən kiçik məqalədən tutmuş ilk mənbələrə qədər hər birini tapıb oxumaq. Mənə lazım oldu, olmadı. Mən bunların hər birini oxumalıyam ki, lazım olanla lazım olmayanı fərqləndirə bilim. Mən nə bilirəm nəsə mənə lazım deyil. Əvvəlcə onu mən bilməliyəm. Fikir verirsiniz, əvvəlcə istiqamətimi bəlli elədim. Daha 10 yerə qaçmadım və istiqamətim üzrə mümkün qədər biliklərimi çox toplamağa başladım. Biliklərimi topladıqca onlar mən ki özümü tanıyıram. Belə deyək, bunu mən müqayisə eləyim bizim o nənələrin bir bəzən dəstərxan deyirlər, bəzən o kirkə deyirlər, əl dəyirman daşı, fərqli adlar deyirlər. Buna bənzədirəm. Sən əvvəlcə özündə bax onu yaxşı bir işə salırsan, onu yaxşı işə salandan sonra artıq nə bilik qazanırsansa, ora tökürsən o buğdanı. Ora tökdükcə artıq o başlayır üyütməyə. Səndən keçir, üyünür. Üyünəndən sonra sən qərar verirsən, üyütdüyündən qovutmu düzəldəcəksən, çörəkmi bişirəcəksən, yoxsa bunu heyvana mı verəcəksən, sən qərar verirsən. Yəni biliyi toplayandan sonra, bax o biliyini özündən keçirtməlisən. Özünün həzm-rabindən keçirtməlisən. Biləsən ki, burada sənə nə lazımdır, nə sənin o qurduğun, getdiyin o yola uyğundur. Eynəlqüzət Miyanəcinin gözəl bir sözü var, o gənc yaşda edam olunub. O deyirdi ki, dünyada o qədər gözəl elmlər var ki, adam istəyir hər birinin arxasından getsin. Amma ömür də o qədər qısadır ki, hər birinin arxasından getməyə imkan yoxdur. Ona görə öz yolunu seç, o yolla get. Bax, o öz yolunu seçmək üçün həm özünü tanımalısan, həm yolunu təyin eləməlisən, həm də o yolun üçün qida toplamalısan, ac qalmamaq üçün. Bəli. Yəni bütün baxış bucaqlarında, ideologiyalarda, hazırda günümüzdə məsələn spiritualizm çox dəb halını alıb. O belə bir yerdən sonra qayıtdı ki, yəni insan özünü tanımalıdır. Rəhmətlik məşhur bir türk psixoloqu var idi, Doğan Cücəloğlu. Onun kitabında özgüvənlə bağlı sual vermişlər. Özgüvəni mənim indiyə qədər oxuduqlarımın içərisində ən gözəl, qısa və net tərif edən, yəni Doğan Cücəloğlu'nun fikridir, özündə olanı bilmək. Bəli, siz də o nöqtəyə toxundunuz. Çox vacibdir. Mən bəzən bunu seminarlarımda nəyə bənzədirəm? Daha aydın izah eləmək üçün. Təsəvvürünüzə gətirin ki, mətbəxdə dovğa bişirirsiniz və dovğanı qarışdırırsınız. Dovğanı yaxşı qarışdırmasan çürüyər. Bir qırıq əlini boşa çəkən kimi dovğa getdi, heç nə oldu, yeyiləsi deyil. Yəni, sənin için məhz o dovğa qazanıdır. Hər tərəfli dibindən bəri o, anam deyirdi bəzən, dibindən qarışdır. Bir də var, kimsə gəlir, sənin o qazanının yan tərəfindən bir qaşıq salır. O da qarışdırmağa başlayır. Onda da çürüyür. Çünki kənar bir şey daxil oldu, tərs bir-birinə gəldi, çürüdərsən. Yəni, sən özünü o qədər yaxşı tanımalısan ki, kimsə yanından gəlib sənin o buladığın dovğanı, istiqamətini dəyişə bilməsin. Və ayranı qarışdıra-qarışdıra ora düyü də tökürük, bir bilik. Ora fərqli göyərtiləri də tökürük, fərqli yerlərdə ora noxud